Salam dostlar. Bu gördüğünüz maşın 3 il yarımdır təxmini məndədir. Sürürəm. Axır son zamanlarda akkumulatoru məni yolda qoyur. Bir-iki dəfə akkumulator ölüb. Ona görə gəldim ki, akkumulatoru dəyişim, təzəsini alım, taxım. Tərslikdən gəldiyim maşını burada saxladıq. Akkumulator elə öldü. Yəni məcbur burada bir tər bunu dəyişməliyik. Açıb baxmamışam ki, ümumiyyətlə necə dəyişilir. Amma özümlə iki dənə alət götürmüşəm ki, birdən iş ticarət düzəltməyə burada əlimizdə bir şey olsun. Deməli, kameramanımız da Rafael bəydir. Salam, mən kameramanam. Sən kameramansan. Rafael bu günləri mənə kömək eləyəcək ki, biz burada maşına lazım olan akkumulatoru tapaq. Gəldik yaxınlıqda yerləşən mağazinə ki, burada yəni çox şey satılır. Həm maşınlar, həm də ev əşyaları, yəni hər şey. Elə bir ki, Azərbaycanda 1001 xırdavatın böyük variantıdır. Bu yanğın söndürən. Bunu dartırsan yerindən. Okey, dartmada olmaz dartmaq. Bir sözlə, yəni evə lazım olan, maşına lazım olan bir çox şeyi mağazində tapmaq olur. Biz hal-hazırda gəlirik, deməli belə bir ekranlar var. Mağazin içində müəyyən yerlərdə yerləşdirilib və bu ekranda maşının qeydiyyat nömrəsini yazanda o bizə çıxarmalıdır ki, hansı batareya maşına uyğundur. 749 kron təxmini Azərbaycan manatından 140 manat təşkil eləyir və burada bizdə aşağıda yazır ki, yəni harada tapa bilərik bu batareyanı, çünki mağazin böyükdür. Hal-hazırda 5-dən çox mağazində bu batareyadan var. İndi biz gedək Rafael bəyin köməyi ilə batareyanı tapaq. Sən deyəsən bilirsən Rafael batareya hardadır, hə? Hardadır? O tərəfdə. Sol tərəfdədir. İndi gedib baxarıq. Bir də orada batareya şəkli var. Orada batareya şəkli var. Başqa nələrimiz var? Başqa oyuncaqlar var uşaqlar üçün. Velosipedlər satırlar. Hər cür ölçüdə. Təkərlərini satırlar. Velosipede lazım olan bütün aksesuarlardır. Ayaqqabı satılır. Paltar satılır. Zibil qabı satılır. Pol silən satılır. Balaca stullar satılır. Yəni olmayan bir şey yoxdur burada. Hətta çıxışda yemək də var. Yemək də satırlar. Rafael'ə gedək. Bu şəbəkənin adı Biltemadır. Əslində ən çox maşınlardan olmalı olduğu halda qeyri-maşın məhsulları daha çoxdur. Burada bəzi məhsulları sizə çəkim göstərdim. Maşınlar üçün ən çox təmizlik vasitələri satırlar. Belə qubqalar var. 4 manata təxmini 5 dənəsi. Bu moyka aparatıdır. Yəni maşın yumaq üçündür. Bu maşının içini silməyə. Məsələn satırıq burada 70 dənəsi bir paketin içində təxmini 12 manat. Moyka aparatı 2800 kron. 540 manat təxmini. Burada da müxtəlif belə cızıqları aparmaq üçün də yüngül cızıqları aparmağa vaksdır. Bir sözlə maşını yəni təmizləmək üçün çoxlu vasitələr burada satılır. Polirovka aparatıdır burada da. Ən ucuzu başlayır 599 krona. 120 manatdır təxmini. Burada bahalısı isə 899-a. Yəni 180 manat. Burada maşının içini, çölünü silmək üçün. Bunlar maşını yumaq üçündür, hamısı lazım olur. Sezona görə bəziləri qış üçündür, bəziləri yay üçündür. Bu demək olar ki, stand hamısı sadəcə maşının çöl hissəsini yumaq üçündür. Təkərlər, üstü, şüşələr, belə. Qiymətləri sizə maraqlı olsa kommentdə yazın. Gəlib ətraflı çəkim. Sonra burada nələr var?
lapatka, taxta, Taxta. ağ rəngdə taxtamız da var. Element. Rafael onu vurğuladı. Bu da isitmək üçün radiator, evi, iş yerini, hər hansısa bir bağlı məkanı. Burada müxtəlif təmizləmə vasitələridir. Bu şüşəyə işlədilən sudur, şüşəni təmizləyən, amma qatışdırılmamış haldadır. Burada maşın rəngləridir, hazır rənglər. Çoxsunun qiyməti, məsələn 5 dənə götürsəz 300 kron, 60 manat təxmini. Hərəsi də 400 milli. Pastan qorumaq üçün istifadə olunan spreylər. Birini götürürəm məsələn 89 kron, 18 manat təxmini. Bu artıq qarışdırılmış variantıdır. Şüşə suyunun ön şüşəni silmək üçün qiyməti isə 34 kron, yəni təxmini 7 manat. Biz gedib akkumulatoru tapaq, nə qədər ki gecə düşməyib, mağazin bağlanmayıb. Yoxsa biz burada qalacağıq. Bax, burada tikinti məhsullardır, rənglərdir və başqa əşyalar. Davam edirik. Lampa. Lampa satırlardı orada. Bu dili lampa bilmirlər. Azərbaycanda niyə bilmirlər? Lampa belə. Oradan bilirlər. Bizim axtardığımız batareya isə buradadır. Götürək. Gedək görək, nə edirik. Deməli, bateriyamızı aldıq. Kassadan çıxışda belə bir balaca bir bistro. Orada yüngül ayaqüstü yeməklər verirlər. Kofe 1 manat, yanında balaca bir şirniyyatla. Sasiska çörək, ketçuplu 1 manat. Yəni, buranın qiymətləri üçün, İsveç üçün yaxşı sərfəli qiymətlər. Deməli, bateriyamızı aldıq. 3 il qarantiyası var bateriyanın. Mənim isə bateriyam, baxın burada, arxada yerləşir. Belə bir formada. Baxın, görüm indi bunu necə çıxardıb, dəyişmək olar. Deməli, bütün bu hissəni qaldırdım. Sonra altda balaca belə bir plasmas var idi, onu da götürdüm. İndi hal-hazırda artıq burada boltu görürəm və yuxarıdakı boltu görürəm. Gərək bateriyanı çək. Deməli, təzə bateriyanı götürdük, gətirdik. Əla da oturdu yerinə, qəşəng də işləyir. Bu bizim köhnə bateriyamızdır. Buna əli saxlayıram, görün birdən bəlkə işdi şayət lazım olur, amma inanmıram. Burada da prosta hara gəldi, atmağa yer yoxdur. Bunu xüsusi yerlərə aparıb atmaq lazımdır. Sən. Deməli, maşını düzəltdik, bateriya düzəldi, hər şey qaydasındadır. Maşın işləy vəziyyətdədir. Bu bateriyanı düzəltməkdə mənə çox böyük kömək edən Rafael, atasına kömək edir, sağ olsun, işi tutdu, nə deyim. Açarı verdi, onu verdi, bunu verdi. Nə dedim, hamısını elədi. Ona görə deyirəm ki, mən açarı verib Rafaelə. Rafael bir kodlasın maşını. Hoppa! Görək maşını koda düşürmü, yoxsa yox? Buyurun Rafael bəy. Ay çıxıldı. Yerim nə qədər olanam. Yəqin onun yanında yox. Yes, işlədi. Odlandı. Hə. Razıyıq. Hə. İşimiz yaxşı oldu. Onda deyək ki, like qoysunlar, comment qoysunlar. Özlərinə yaxşı baxsınlar. Özlərinə də yaxşı baxsın. Hə. Gələn görüşlərə də hələlik.